Salam, hər vaxtınız xeyir olsun. Əziz dövlət qulluğunun test və müsahibə mərhələsinə hazırlaşan şəxslər. Mən bu video vasitəsilə sizlərə məlumat vermək istəyirəm ki, artıq biz dövlət qulluğunun test mərhələsi üzrə yeni qruplarımız start götürüb. Əgər siz aprel imtahanına hazırlaşmaq istəyirsinizsə və normal bir bazanız varsa, yəni azdan çoxdan bir məlumatınız varsa, buyurub bizim aprel qrup, daha doğrusu may qruplarımıza qoşula bilərsiniz. Və növbəti imtahan iyun ayındadır. İyun ayı imtahan üçün artıq qruplarımız bizim bu həftədən etibarən başlayır. Buyurub o qruplarda qoşula bilərsiniz. Birinci test mərhələsi haqqında məlumat verdim. Təkrarlamaq istəyirəm. Bu videoya baxan hər kəs, əgər siz may ayındakı imtahana hazırlaşırsınızsa və azdan çoxdan bir normal bir bazanız varsa və qeyddən keçmisinizsə may imtahanı üçün, buyurub bizə müraciət edə bilərsiniz. İntensiv qruplarımız başlayır. İyun qruplarımız isə bu həftədən etibarən start götürür və artıq siz qeydə yazılmaq üçün bu videonun şərh hissəsində qeyd edəcəyim nömrəyə yazmağınız kifayətdir. Müsahibə mərhələsinə hazırlaşan şəxslər, bilirəm ki, əsas sizin suallarınız mənə çoxdur. Məlumatı verim, sonra gələcəm sizlər haqqında danışacaq geniş şəkildə. Müsahibə bilirsiniz ki, ümumi, daxili və müsabiqə üzrə müsahibələrdən ibarətdir və mənim yeni müsahibə qruplarım artıq 21 dənə müsahibə qrupu başladı. 22-ci müsahibə qrupu isə bu həftənin sonlarından etibarən start götürəcək. Siz də o qrupa qoşula bilərsiniz. Təkrarlayıram, əgər sizin müsahibəniz varsa, fərq yoxdur, ümumi, daxili, müsabiqə üzrə müsahibə. Buyurub bu çıxacaq vakansiyada iştirak etmək istəyirsinizsə də, buyurub bu vakansiyalarda uğur əldə etmək istəyirsinizsə, həmin qruplara qoşula bilərsiniz. Bundan əlavə olaraq onu qeyd etmək istəyirəm ki, mart ayında, aprel ayında sertifikat əldə edən namizədlər. Təkrarlamaq istəyirəm. Mart və aprel aylarında, eyni zamanda bundan əvvəlki aylarda sertifikat əldə edən şəxslər siz çıxacaq vakansiyada iştirak edə bilərsiniz və həmin müsabiqə qrupuna siz də qoşula bilərsiniz. Bundan əlavə olaraq da test mərhələsinə hazırlaşan şəxslər bilirəm ki, çoxdan da videolar gözləyirlər. Hər imtahandan olduğu kimi o imtahana hansı suallar düşmə ehtimalı var, qanunların izahı, canlı yayımlar, hansı qanunları daha çox oxuyaq, hansı qanuna daha çox suallar düşəcək. Bunların hər birisi imtahan yaxınlaşdıqca canlı yayımlar, videolar vasitəsilə sizlərə çatdıracağım. Odur ki, kanala abunə olmağı unutmayın ki, bu tipli videoları yüklənəndə sizin məlumatınız olsun. Test mərhələsində məncə düşünürəm ki, bu qədər sizə ümumi məlumat verdim. Qarşıdakı aylardakı imtahanlar haqqında qeydiyyatımız davam etməsi barədə məlumat verdim və eyni zamanda burada bir daha vurğulamaq istəyirəm. Əgər siz ən son aprel və mart aylarında sertifikat əldə etmisinizsə, növbəti ayda çıxacaq vakansiyada iştirak edə bilərsiniz və bunun üçün də yeni başlayan müsahibə qrupuna siz də qoşula bilərsiniz. İndidən qanun və dünya görüşünü bitirirsiniz, vakansiya çıxdıqda isə vəzifə təlimatlarını biz bitirə bilərik. Müsahibə mərhələsinə hazırlaşan şəxslər artıq bilirsiniz ki, demək olar ki, hər bir qanunun müsahibə üçün izahını vermişəm sizlərə də və dünya görüşünə aid suallar paylaşmışam. Eyni zamanda müsahibədə etik davranış qaydasına əməl olunması və yaxud da ki, müsahibədə bal artıran məqamlar, hətta kateqoriyalara bölmüşəm. Məsələn, ekologiya, icra hakimiyyət orqanlarına, turizmə, statistika və digər qurumlara hazırlaşan şəxslərə hansı suallar verilə bilər? Bu da mənim YouTube kanalımda var. Girib axtarış edib tapa bilərsiniz. Və biz əlimizdən gələn hər şeyin ən yaxşısını etməyə çalışırıq ki, siz bu çıxdığınız yolda nəticə əldə edəsiniz. Həm testdə, həm də müsahibə mərhələsində. Əgər nəsə üzr istəyirəm. Əgər nəsə bir testdə və ya müsahibə çətinliyiniz varsa və ya bir sualınız varsa, buyurub şərh hissəsində qeyd edin. Və eyni zamanda bu videonu çəkməkdə həm də digər bir məqsədim var. Bura qədər izləyənlərə də öz təşəkkürlərimi bildirirəm. Mən artıq bu yaxınlarda bir çox qanunların video izahını çəkib paylaşacağam. Həm də bu ACİyə də aiddir. Məsələn, mülki məcəllə, əmək məcəlləsi, tutalım ki, əgər siz müsahibəyə hazırlaşan şəxslər də diqqətlə məni dinləsin. Vəzifə proqramında çətinlik çəkdiyiniz bir qanun varsa, məsələn, satın almalar haqqında qanun, mülki məcəllə, əmək məcəlləsi, cinayət məcəllə, mülki prosessual məcəllə və s. heç bir fərqi yoxdur. Əgər bu bazar günü söz verirəm ki, şərh hissəsində qeyd edilən qanunun hər hansısa bir və ya bir neçəsini sizlər üçün izahını hazırlayıb yükləyəcəm YouTube kanalına. İndi ona görə bu videonu sizlər üçün çəkmişəm ki, gəlin sizin ən çox istədiyiniz qanun izahı hansıdırsa, sizdən soruşum, onun izahını verim. Hansıdır? Şərh hissəsində qeyd edin və ən çox bəyəni alan o şərh hissəsindəki qanunu mən götürüb izahını verəcəm. Məsələn, tutalım ki, bir nəfər deyir, büdcə sistemi haqqında qanun. 15 dənə bəyəni var. Görəcəm ki, ən çox bəyənilən büdcə sistemi haqqında qanunsa, onun bazar günü izahını verəcəm. Hansı qanunun izahı olmasını istəyirsinizsə, buyurub şərh hissəsindən qeyd edin. Artıq mən bunun üçün necə edə bilərəm? İstər test, istərsə də müsahibə. Deyin, onu mən bazar günü ona dair video çəkib paylaşım sizlər üçün. Özünüzdən müğayət olun. Yaxın günlərdə yenidən görüşəcəyik. Sağ olun, salamat qalın.